اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Bizi doğru yola yönəlt. Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil. Kimlərdir axı o Allahın qəzəbinə uğramışlar? Yahudilər. Bəs onların qəzəbə uğramalarının səbəbi nədir? Odur ki, onlar Allahın verdiyi bilgi ilə əməl etmirdilər. Bilirdilər, ancaq ona uyğun işlər görmürdülər. Eləcə də bugün müsəlmanlar da bildikləri halda bildikləri ilə əməl etməyənlər də bu ayənin mənası altına düşürlər. Yəni Yahudilərə oxşar bir yönləri var. Və azmışların yoluna deyil. Bəs azmışlar kimlərdir? Onlar da xristiyanlardır. Bəs onların azmalarının səbəbi nə olub? O olub ki, onlar da bilgi sahibi olmadıkları işlər görüblər. Və bugün o müsəlmanlar da ki, hansı ki bilgi sahibi olmadığı, dəlili olmadığı işlər görürlər. Onların da Allah qorusun xristiyanlara oxşar yönləri var. Ona görə də müsəlmanın ilk işi öyrənmək, bilgi sahibi olmaq, sonra da bildikləri ilə əməl etmək olmalıdır. Cazakallahu xayran, barakallahu fikum.